Ay İsmail. Gel çıx da. Ne olur be? Gel çıx. Sesin gün götürüp de alalım. Gel çıx deyəcəm də. Sən nətər adamsan ha sən? Ne olur be sen? Canıvaz zar olub. Sən mənə niyə zibilə salmısan? Ne yapmışsın be? Canıvaz eləmirsən. Sənin sözə qulaq asdım. Kimi deyirsin ha canım? Sənə deyirəm. Sən nə özün məni həmişə zibilə salmısan. Abi çık ser servatlar gibi baykuş gibi banlama görüp sözünü de görüp. Allah bəlanı versin. Belin qırılsın, belimi qırdım. Sən sözə qulaq asdın, mən getdim, evləndim. verdin? Evləndim, mən poxa saldım. Zibilə saldım məni sən. Ay bak evlendin de çölden kafelerden ne bileyim sümsümlerden yığıştın eve de pisliğe eredin sen. Pis eləmirsən də, belin qırılsın sənin hə. İndi nə işləyirəm, hamısı əlimdən evdə alırlar. Kim alır? Evdəkilər. Arvad alır. Ha, beni. Yaşlı Hepsi biri. Bak. Görürsən sən necə özünü Ben sana dedim evlen demedim ama içki marvattan kork. İçki marvattan korkursan. qorxuram hə. Korkursun yaxşı iş. Və sən qorxmursan ha? Kim? Sən qorxmursan güya. Mən. Hə. Kişi kimi etiraf elə, kişi kimi. Kişi kimi. Hə. Korkuram, korkmuram, ittifak da olsun. Arvattan korkmayın kafirdi. Bəs mənə niyə zibilə saldın? Özüm qəsdin səni zibilə saldım ki, ben neler çektiğimi biləsən. İndi ağıllı ol. Sən Oraya giden özünə yoldaş yaxda. mən səni qurtardım da. Nə qurtardın? Qurtardım səni. Cəhənnəmə qurtardım, qarıyorlar. Səninlə yoldaşlıq eləməyəcəm. Eri dur demək. Sən adam olmayasan da. Qurtardıq səni. Şimdi ben buna yaxşılığa. Yaxşılıq eləmədin. Sən məni zibilə saldın. Senden adam olmayacak. Göy səndən olacaq. Yaxşı eləyir. Səndən Bak, göy ben olacaq. zibil- O çırpır seni. Sən yox çıxmır. Hele çırpacaktır. Hə, elə səndən yenə edim qurtardıq. Salih. Mən sənə dedim, səni qurtardıq. Nə məni adımı çək, nə də məni görmə. Qurtardıq da, getdik. Erkek